Herkese salam dostlar, yeni videoma xoş gəldiniz. Bugün sizlə bir yerdə Çarşıbın Royal Paşa seriyasının 3-cü bölümünü çəkirəm. Və daha çox belə videoların gəlməyini istəyirsinizsə, videonu bəyənə və kanala abunə ola bilərsiniz. Bu sayədə də mənə dəstək ola bilərsiniz. İndi isə videoya keçək. Deməli, birinci öz hesabımdan başlayacağım. Həqiqətən dəhşət çox şeylər var. Bilmirəm, bir aydır ki, demiyorlar ki, heç birini açmıram. Bəlkə də əlimdəyində bəzilərini açmış ola bilərəm. Görək nələr çıxacaq. Başladıq. Birinci Kralın yolculuğundan səviyyə hissəsindən başlayaq. Yəqin bombasını da siləcək. Aha. Altın, kristal, fəlakət, dev, sərsəri, şövalye, əla, oxçu, pis deyil, büyücü, iyiləşdirmə ruhu, bomba kulesi, goblin, 15 səviyyə eləmişəm, əfsanəvi, yavru ejdaha. Yaxşı kartlarla başladıq. Cəhənnəm əjdahası çox istifadə eləmirəm. Amma yenə də. Başqa da durumdur özümdə. Evrim parçacığı. Elə bildim evrim parçacığı verəcəyim. Onun üçün tez açmaq istədim. Barbar. Bir dənəymiş. Onsa barbarlar istifadə eləmirəm. Nəsə bu belə getdi. Klan yolculuğu. Niyə açılmır? Hayır, taş toplamamışım. Elə bir ki, hazırın naziriyəm də. Cəmaat əziyyət çəkir, savaş edir. Mən eləməmişəm. Açmaq istəyirəm. Buralardan yoxdur. İndi keçək buradakı mükafatlara. Görüm oradan başlayır. Dev sandığı açmamışam. Alov söpü əla. Oy da əla. Köstəbəklə bu arada demək olar ki, bir dəstə tapmışam. Əslində var idi məndə, oynamırdım. Ön yarğılı idim çünki dev. Çünki havaya vuran kart yox idi. Çox da. Qocamansı dəstə idi. Bir də bu dəstə idi. Havaya vuran kart demək olar ki, yoxdur. Bir dənə Tesla'dır, bir də uzaqbaşı zəhərdir. Yəni davamlı vuran baxımından deyirəm də. Amma pis dəstə deyil. Demək olar ki, indiyə kimi oynayanda bəlkə də uduzduğum olmuyor. Bəlkə də bir dəfə uduzmuşam. Destansı 3 kart, əfsanəvi jötör kart, şampiyon, hamısını yığmışam. 10.000 qızıl, 250'den buradan. Aha, bir dənə də. Alov topu, skeletlər, əla. Bir dəfə yaxşı verir, üzümüzə gülür, süpersin. İşte bu bitdi. Başladıq 114 dənəyə. Yenə getdi başa. Hə, bunu basanda qalxacaq. Çox köməkçi oldu, süpersin. Getdik. Bunu da təbii ki, tez-tez açmağa çalışırıq. Oyda! Ayda, deyəcəkdim 5 yıldız var. Bu nə idi? Sonuncun başında neydi yox. Yaxşı bir şey ver. Neyse. Əsəbləşmirik. Gedirik təzdən başa. 2 yıldız. Skeletləri yaxşıdır. Bu nədir? Dur sifətində, dur sifətində, nə olar? Ayda, təmiz aşağı yendirəcək. Eyb yox, bir dənə buradan başlayaq. Bəlkə buna görə aşağı yendirir məni. Şövalye. Hadi burada yüzündə. Altın. 5 parmaqla açıram ki, tez açılsın. Cəllat. Səviyyatdadır. 4 ulduz. Pis deyil. Havan. Pis deyil. Nə qədər qızıl verir abi. Əslində yaxşıdır. Goblin kafesi. Bu yaxınlarda pulsuz təkamülünü də almışdıq. Süpersel sağ olsun. İfadə əla. Bir dənə ifadə əla. Süpersel yox, həqiqətən yüzümə gülür. Elə bir ki, elə deyəcəkdim ki, incə adım açdı deyim ki, bəs uzun zaman sonra video çəkirəm. Uzun zamandan sonra burada səndə. Uzun zamandan sonra yeni videona xoş gəldiniz falan. Bir də baxdım ki, elə bir uzun zamanda video çəkmirəm. Oyunu çox oynamıram deyə. Special mənə sizdə arxив jest edir. Nə bilim, bəzi kartlarla, yaxşı kartlarla, emojilərlə, ifadələrlə, odunçu. Buz ruhu əla. 2 yıldız. Yine 2 yıldız. Şövalye əla. Bunu 15 səviyyə eləmək istəyirəm təbii ki də. Dev. 3 yıldız açıqlana. Aha, bitdi. İnşallah ki, boşuna aşağı yendirməz özlüyündən. Oyda bu niyə aşağı yendirir? Neyse, vaxtımız gedəcək belə-belə. 4 ulduz əla. Xoşum gəldi. Aşağıdan yuxarı gedək də nə olar ki? Ondan qəhrəman parçacığı 2 ulduzdur yenə də.
Yox, birini qaçırmışdım. Yaramaz. 3 slasher. Bu yaxınlarda istifadə eləmək istedim. Bir dənə dəstə tapmışdım. Sonra boş verdim, getdi. 4000 qızıl, 15 kristal. 3 ulduz, yox 3 oldu. Niyə 3 ulduz istədim, heç özüm də bilmirəm. Joker parçacığı bir dənə oldu. Bir dəqiqə, mən bunu başdan özü qaldırır. Hə, sağ ol, Allah razı olsun. Bir qaldırırmış bu. Səmin tapdıq. Sən heç sevmə. 3 ulduz. İçindən keçdi 3 ulduz deyim. Yenə də özüm bilmirəm niyə 3 ulduz deyəcəkdim. Yəni 3 ulduz. Tesla. 16 səviyyə eləmək bilmirəm. 16 səviyyəyə sıxmıram. Çünki inşallah ki, yenə dəxilsiz güncəlləmə sayəsində onun adı nə idi? Dərəcəli oynayırıq. Lig savaşları, hə, liga savaşları. Orada 15 səviyyə olurdu. Uzun müddət 15 səviyyə olurdu. Bilmirəm, 16 səviyyə olur yoxsa yox. Hələ 4 ulduz. Oxlar. Yəni qısa liga atlayandan sonra şey olmasa yaxşıdır. Nə idi onun adı? 16 səviyyə kartlarla oyun olmasa yaxşıdır. Çünki 16 səviyyə kartlarım demək olar ki, çox yoxdur. Qızıl. Kristal. Yenə qızıl. Ona danışıram, heç bilmədim nə. Bu qızıl deyildi, niyə göç. Heç lazım deyil, boş ver. Üç ulduz. Kraliyyət hayaleti. Bunun şeyi həqiqətən çox bezdirir evrimi. 4 ulduz. 3 deyəcəkdim. Qoyayım boyda. Oy, 5 ulduz. Əla. Düzdür, yəni axırıncı dəstələrdə demək olar ki, istifadə eləmirəm şampiondan, amma yenə də yaxşı bir şeydir. Amma yox, Kiçik Prensin əla. Bilmirəm, bu emoji məndə var idi yoxsa yox. Hə, Kiçik Prensin bir dənə dəstəsi var idi məndə. Kiçik Prensdəki 13 səviyyə idi hardasa, onu artırmaq istirdim. Artırmırdım deyə yerinə silahşıyor, nə bilim, fişəngsi falan qoyurdum, kasıbçılıq. Bilmirəm, onu mu yüksəldirəm, yoxsa ən əsas dəstəm olan Donuz mincisi dəstəsində güclü mədənisini yüksəldirəm. Ondan 15 səviyyə, 94 səviyyə idi. Zarafatçını da yüksəltmək olar, ha. Amma axır vaxtlar onunla oynamıram. Niyəsə mədənçiyə sarmışam. İndi də köstəbəyə sarmışam. Bilmirəm. Görək, nə olacaq. Bezdim açmaqdan. Allah şans da. Ümumda elə bil var idi. Bilmirəm. Neyse, bunlar belə yavaş sakit asaq. Aha, 4 ulduz. Pis deyil, əla. Yenə 4 ulduz. Əfsənəvi Joker kart. Bu da yaxşıdır. 2 ulduz gələndə avtomatik zəhər. 2 ulduz gələndə avtomatik elə bilirəm ki 4 ulduz olacaq. Yine Joker parçacığı. Yine nətər gəldi başlayalım. Tok. Okçular. Tez atıram, gedir. 4 ulduz əla. Çox yaxşı. Bundan bir şey ver. 4 ulduz əla. Çox gözəl.
Supercell bu dəfə adamlığını tutub. İnşallah xalam onun hesabında da adamlığını tutar. Bunlar 3 tane emoji falan geldi. Bir tane baxım. 2 də yoxdur ki məndə. Yoxsa hamısı var. Deməli 1, 2, 3, 2 də yox imiş. Həqiqətən yadımda deyil. İndi burada bundan başlayaq. 2 ulduzundan başladıq. Savaş klaması. Normal şey var da səndəki. Deməli burada aha. Səviyyə sandığı var. Alov topu. Paket. Xoşum gəldi. Mühafizədar. Supercell yaxşı verirsən, amma əfsanəni vermədin. Biraz yaxşı hərəkət eləmədin. Sonra görüm oynayıb xalam oğlu burada. Bir daha mən başım görüm. Hə, oynayıb. Mən tənbələm, sən tənbəl deyilsən. 2 ulduzdan başladıq yenə. Buradan qızıl. Mən sanımlıqla gəlir, sanımlıqla gəlir ki, açsın. Yaşamaya belə bastıram keçir. Yenə 2 ulduz. Hələ ki xalam oğlunun hesabında demək olar ki 2 ulduzdan başlamışıq maksimum. Buradan ifadəni aldıq. Heç sandıq deyilmiş. Boş nəzət çəkdim. 41 dənəymiş ya. Məsələn, bir dəfə 5 ulduzu ən axıra saxlayayım deyəcəkdim, amma bu yuxarı qaldırmaq bezdirir adamı. Yox, bu dəfə həm sizə görə, həm özümə görə 5 ulduzu sona saxlayayım. Getdik 2 ulduz yenə. Birəşi ver. Gəl görək. Havan. Oy, çaşıb basmışdım. Altdan yuxarı gedək yenə. Oxçular. Yox, həqiqətən 3 ulduz, əla. Bir dəfə maksimum 3 ulduz atdıq. Nəsə, nə bilim. Həm də nəsə deyəcəkdim, uduzdum. Uduzdum nədir? Unutdum. 3 ulduz. Qızıl. Bu arada fikir verirsinizsə, xalam oğlu sandıqdan başqa hər şey açıb sandıqları mənə saxlayıb, sağ olsun. Buradan hörmətlər. Əslində buradadır, amma yenə də buradan hörmətlərimi göndərirəm. Ruh imperatorçası pisliyi. Bunu bas qalxdığına mən necə çəkirəm bayaqdan. Bir dənə bunu basırıq. Vay, əlimizin altında bir qalxmış, heç fikir vermirəm. Kraliyyət ailəti. Bilmirəm, gərək mən də gələn dəfə ancaq sandıqları saxlayayım. Yaxşı fikirdir, hə? Yenə də fikirlərinizi yaza bilərsiniz istəsəz. Gələn dəfə xalam oğlu kimi sandıqları saxlayım. Başqa şeylərə özüm açım ki, video həm qısa olsun, həm də ancaq sandıqları açmış olaq. Belə eləyim, yoxsa hamısını saxlayayım? Zəhmət olmasa şərhlər bölməsində yazarsınız. İki ulduz. Maksimum hələ ki 3 ulduz açmışıq. 4. Yox, olmadı. Heç 3 belə olmadı. Zalım. Yüzü yox. Bu dəfə nəsə xalam oğlunun hesabında ürəyimə yatmadı. Qızıl. Nə qədər qızıl verdi. Doğrusu pul olsaydı bəlkə də milyoner olmuşdum. İki ulduz. Həmişəki kimi. 4 ulduz əla, maksimum 4 ulduz qletlər. Səviyyə atladı, səhv eləmirəmsə. Balıqçı. Qartopu pis deyil. Onun əla 4 ulduz. Onun təkəmmülünü açmaq istədim. 5 dənə cəhənnəm əjdahası. Amma açmadı özümdə niyəsə. Divar qırıcılarına verdim bütün jetonları. Onun evrimini açmış oldum. Balıqçı. Nə qədər balıqçılıqda. Bir dənə flama, 2 dənə kartı. 4 ulduzla enerji kart. Əla. Gözəl. Bir ulduz.
Şençsi 15 dəqiqə ərzində yenə də. Və nəhayət ki, bitdamıza gəldik. 5 ulduza. Burada videonu saxlayın. Şərh bölməsində nə çıxacağını təxmin edirsinizsə, onu yazın. Sonra videoya təzədən gələrsiniz. Buyurun. Getdik. Mən qızıl fikirləşirəm. Bir yandan da endir bir şey fikirləşirəm, amma bilmirəm nə. Ya kart, ya jeton, fərqi yoxdur. Getdik. Destansı oldu. Yox, yaxınlaşmışdıq. Və yəqin çərçi bitdi. Yox, bir dənə. Bu nədir? Bunlar qalır. Bəlkə klanda oynayanlar var yenə də. 3 ulduz ver, bitirək videonu. Bəli, onsuz da videonu bitirəcəkdim. Və belə, gəldik videonun sonuna. Daha çox belə videoların gəlməni istəyirsinizsə, təbii ki də videonu bəyənib kanala abunə ola bilərsiniz. İnşallah növbəti videolarda görüşənədək sağ olun, salamat qalın, özünüzə çox yaxşı baxın.